Salam. Bugün sizinlə atrial fibrilyasiya, yəni kısaca AF mövzusuna baxırıq. Təcili yardımda həkimlərin tez-tez rastlaşdığı bir şeydir, amma çox ciddi nəticələri ola bilər. Bəli, salam. Bizim mənbələrimiz əsasən sizin də yaxşı bildiyiniz kimi 2024-cü il Avropa Kardiologiya Cəmiyyətinin təlimatlarına söykənir. Məqsədimiz AF nədir, niyə bu qədər, təhlükəlidir, xüsusən insult baxımından və necə idarə olunur, bunu anlamanıza kömək etməkdir. Elədir, başlanğıc üçün maraqlı bir fakt. Əhalinin təxminən 1-2%-ində bu problem var və yaş artdıqca daha çox rast gəlinir. 40 yaşdan sonra ömür boyu AF yaranma riski təsəvvür edin hardasa 25%-dir. 25%? Bu çox yüksək rəqəmdir. Bəs AF tam olaraq nədir? Yəni ürəkdə nə baş verir? AF əslində ürəyin yuxarı kameraları, qulaqçıqlar deyirik biz ona. Orada bir növ elektrik xaotikliyi yaranır. Ürəyin normal ritmini təmin edən təbii ritm mərkəzi var. Sinoatrial düyün. O, sanki idarə etməni itirir. Yəni qulaqcıqlar normal yığıla bilmir? Düzdür. Effektiv yığılmır, sadəcə titrəyir. Bunu EKG-də də çox aydın görürük. Normal P dalğaları olmur, ürək döyüntüləri arasındakı məsafə, RR intervalı deyirik, tamamən qeyri-müntəzəm olur. Fibrilyasiya dalğaları deyilən xırda, nizamsız dalğalar görünə bilər. Aşağı kameraların, mədəciklərin sürəti isə çox vaxt artır. Dəqiqədə 110-160, bəzən daha çox. Bu titrəmə niyə bu qədər vacibdir? Niyə təhlükəli sayılır? Əsas risk nədir? Ən böyük, ən qorxulu təhlükə qulaqçıqlarda qan yaxşı axmadığı üçün, yəni durğunlaşdığı üçün, orada laxta əmələ gəlmə riskidir. Bu çox ciddi məsələdir. Laxta və bu laxta sonra? Bəli, o laxta yerindən qopub, qan dovranı ilə hərəkət edə bilər. Əgər beynə gedib çıxsa, insulta səbəb olur. Bu, AF-in ən ciddi fəsadıdır, həqiqətən. Amma tək bu deyil, ürək çatışmazlığı yarada bilər, ürək əzələsini zəiflədə bilər. Yəni, kardiomiopatiya. Bəs simptomlar insan nə hiss edir? Simptomlar müxtəlif ola bilir. Yorğunluq, halsızlıq, güclü ürək döymə hissi, baş gicəllənmə, təngnəfəslik, fiziki gücün azalması. Amma bəzən heç bir əlamət olmur. Bu da təhlükəlidir. Çünki insan xəbərsiz olur riskdən. Mənbələrdə də vurğulanır ki, AF olan insanlarda ölüm riski normal sinus ritmi olanlarla müqayisədə təxminən 2 dəfə çoxdur. 2 dəfə çox, bu çox ciddi rəqəmdir. Anladım. İnsult riski və digər fəsadlar. Bəs kimlər daha çox risk altındadır? Kimlərdə AF daha tez-tez görülür? Baxın, ən acid risk faktoru yaşdır. Yaş artdıqca AF riski kəskin şəkildə artır. Amma tək yaş deyil əlbəttə. Yüksək qan təzyiqi, yəni hipertoniya, şəkərli diabet, ürəyin işəmik xəstəlikləri, bəzi ürək qapaq problemləri, xüsusən mitral qapağın daralması, mitral stenozu deyirik, ürək əzələsi xəstəlikləri, əvvəllər insult keçirmiş olmaq, qalxana bənzər vəzi problemləri, hətta KUAH dediyimiz ağciyər xəstəliyi də risk faktorudur. Kişi cinsiyyəti də bir qədər riski artırır. Deməli, bir çox faktor var və bildiyim qədər AF müxtəlif formalarda ola bilər, elə deyilmi? Qısa tutmalar, davamlı vəziyyət. Bəli, təsnifatı var. İlk dəfə aşkarlanan epizod ola bilər. Paroksismal AF var ki, 7 günə qədər davam edir və öz-özünə keçir. Davamlı AF var, 7 gündən çox çəkir və adətən müdaxilə lazımdır ki, düzəlsin. Bir də uzun müddətli davamlı və daimi AF var ki, burada artıq ritmi bərpa etmək əsas hədəf olmur. Aydındır. Bəs bu vəziyyəti idarə etməkdə əsas məqsədlər nədir? Təlimatlar nəyi hədəfləyir? 3 əsas hədəf var. Birincisi, xəstənin simptomlarını azaltmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq. İkincisi və ən əsası, tromboemboliya riskini, yəni laxta atma, xüsusilə də insult riskini azaltmaq. Üçüncüsü isə xəstəxanaya yatışların sayını azaltmaq. Diaqnozu necə qoyulur? Şübhə yarandıqda nə edilir? Adətən kliniki şübhə ilə başlayır. Məsələn, xəstə ürək döyünmədən şikayət edir ya da həkim müayinədə nəbzin qeyri-müntəzəm olduğunu tutur. Sonra mütləq EKG çəkilir, EKG diaqnozu təsdiqləyir. İnsult riskini azaltmaq dediniz, bu ən vacib məqamdır deyəsən. Bu risk necə ölçülür? Sizin üçün bu risk necə müəyyən edilir? Tamamilə doğrudur. Bunun üçün xüsusi bir şkala var.
CH2DS2VA skoru. Bu ad biraz karışık görünebilir ama her harf bir risk faktorunu temsil edir. C. Ürək çatışmazlığı, congestive heart failure, H. Hipertenziya, ADU, yaş 75 ve yukarı, bu 2 bal verir. D. Diyabet, S2, keçirilmiş insult veya TI, stroke TI, bu da 2 bal ve damar xəstəliyi, vascular disease, A. Yaş 65-64 arası, bu 1 bal. Aha, hər faktorun öz balı var. Bəli, mühüm bir yenilik də var. 2024-cü il təlimatlarında əvvəllər risk faktoru sayılan qadın cinsiyyəti artıq bu şkaladan çıxarılıb. Bu ballar toplanılır. Əgər sizin yekun balınız 2 və ya daha çoxdursa, deməli insult riskiniz yüksəkdir və adətən qan durulaşdırıcı, yəni antikoagulant müalicə başlamaq lazımdır. Bəs qanama riski, qan durulaşdırıcıların da öz riski var axı? Çox doğru. Onu da qiymətləndirmək üçün başqa bir şkala var, Hasplet. Bu da qanama riskini göstərir. Həkim həm insult riskini, həm də qanama riskini nəzərə alaraq qərar verir. Amma ümumiyyətlə, insult riski yüksəkdirsə, K2-DS2-VS2, antikoagulyasiya demək olar ki, həmişə tövsiyə olunur. Deməli, əsas meyar K2-DS2-VS skoru oldu. Bəs hansı qan durulaşdırıcılar var? Seçim nədən asılıdır? Seçim biraz AF-in səbəbindən asılıdır. Əgər AF mexaniki ürək qapağı ilə və ya orta və ya ağır dərəcəli mitral darlıqla bağlıdırsa, buna valvulyar AF deyirik. O zaman adətən varfarin adlı köhnə amma etibarlı dərman istifadə olunur. Varfarin. Bəs digər hallarda? Digər hallara, yəni qeyri-valvulyar AF-ə gəldikdə, həm varfarin, həm də DOAC adlanan yeni nəsil antikoagulyantlar istifadə edilə bilər. DOAC-lər məsələn dabiqatran, rivaroxaban, apixaban, edoxaban daha çox seçilir indi. Niyə doğulçulara üstünlük verilir? Çünki onların istifadəsi daha rahatdır. Adətən qida ilə ciddi qarşılıqlı təsiri olmur və varfarin kimi tez-tez qan analizi verib dozanı tənzimləməyə ehtiyac qalmır. Effektivlikləri də varfarinlə müqayisə ediləcək səviyyədədir, bəzi hallarda hətta qanama riski daha az ola bilir. Amma ən vacibi nədir? Antikoagulyasiya qərarı AF-nin paroksismal, yəni gəlib-gedən, yoxsa davamlı olmasından asılı deyil. Əsas məsələ sizin CH2-DS2-VA skorunuzdur, yəni insult riskinizdir. Risk varsa, AF hansı tipdə olursa olsun, qan durulaşdırıcı lazımdır. Bu çox vacib məqamdır, başa düşdüm. İndi keçək əsas müalicə strategiyalarına. Mənbələrdə 2 əsas yanaşma qeyd olunur. Sürət nəzarət və ritm nəzarət. Gəlin birincidən başlayaq. Sürət nəzarəti nə deməkdir? Sürət nəzarəti strategiyasında bizim məqsədimiz AF ritmini normal sinus ritminə çevirmək deyil. Sadəcə olaraq ürək döyüntülərinin sayını, yəni sürəti, məqbul bir həddə endirməkdir. Çünki çox sürətli ürək döyüntüsü həm simptom yaradır, həm də uzun müddətdə ürəyi yorur. Məqbul hədd nə qədərdir? Adətən hədaf istirahət vəziyyətində ürək sürətini dəqiqə 110-dan aşağı salmaqdır. Bəzi hallarda, xüsusən simptomlar davam edirsə və ya ürək çatışmazlığı varsa, daha sərt hədəflər qoyula bilər. Məsələn, 60-80 arası. Bunun üçün beta-blokerlər, məsələn metoprolol, kalsium kanal blokerləri, verapamil, diltiazem, təcili yardımda diltiazem çox istifadə olunur. Kimi dərmanlar istifadə edilir. Bəzən xüsusilə ürək çatışmazlığı olanlarda diqoksin də əlavə oluna bilər. Bu yanaşma kimlər üçün daha uyğundur? Bu strategiya daha çox yaşlı xəstələrdə, simptomları az olan və ya olmayanlarda və ya ritmi bərpa etməyin çətin və ya riskli olduğu hallarda seçilir. Üstünlüyü odur ki, istifadə olunan dərmanların ciddi ritim pozucu, yəni proaritmik təsirləri demək olar ki, yoxdur. Nisbətən təhlükəsiz yanaşmadır. Aydındır, bu daha mühafizəkar yoldur. Bəs o biri strategiya, ritm nəzarəti, yəni ritmi tamamilə normala, sinus ritminə qaytarmaq cəhdi? Bəli, ritm nəzarəti strategiyasının məqsədi məhz budur, normal sinus ritmini bərpa etmək və sonra da onu qoruyub saxlamaq. Bunun üçün müxtəlif üsullar var. Ya dərmanlarla edilir, buna farmakoloji kardioversiya deyilir, ya da elektrik şoku ilə, bu elektriksel kardioversiyadır. Elektrik şoku ilə. Bəli, qısa müddətli narkoz altında sinəyə xüsusi elektrodlarla nəzarətli elektrik cəryanı verilir.
Bu adətən dərmanlardan daha effektivdir ritmi bərpa etməkdə. Ritmi saxlamaq üçün isə sonra xüsusi antiaritmik dərmanlar, məsələn amiodaron, propafenon kimi təyin oluna bilər. Bir də ablasiya deyilən bir prosedur var. Ablasiya nədir? Ablasiya, ürəyin içərisinə xüsusi kateterlərlə girib, AF-ə səbəb olan anormal elektrik ocaqlarını yandırmaq və ya dondurmaqla zərərsizləşdirmək prosedurudur. Bu daha çox dərmanlara cavab verməyən, xüsusən gənc və simptomlu paroksizmal AF xəstələrində tətbiq olunur. Bəs ritm nəzarətinin mənfi tərəfləri nədir? Niyə həmişə bu seçilmir? Çünki bir neçə çətinlik var. Birincisi, ritmi bərpa etsək də AF təkrarlana bilər. İkincisi, ritmi saxlamaq üçün istifadə olunan antiritmik dərmanların özlərinin yan təsirləri var, bəziləri hətta təhlükəli ola bilər. Üçüncüsü, ablasiya kimi prosedurların da öz riskləri var. Və ən əsası, böyük tədqiqatlar göstərib ki, Nəyi göstərib? Göstərib ki, ümumilikdə sağ qalma və ya insult kimi əsas nəticələrə baxdıqda, sürət nəzarəti ilə ritm nəzarəti strategiyaları arasında böyük, əhəmiyyətli bir fərq yoxdur. Hətta bəzi araşdırmalar göstərir ki, sürət nəzarəti ilə gedəndə xəstəxanaya yatışlar daha az olur və potensial olaraq ölüm riski bir qədər daha aşağı ola bilər. Ona görə də seçim çox fərdi olmalıdır. Xəstənin yaşına, simptomlarına, yanaşı xəstəliklərinə öz seçiminə görə qərar verilir. Deməli, hər iki yanaşmanın öz yeri var. Kardioversiya dediniz, yəni ritmin bərpası. Bu həmişə planlı şəkildə olur, yoxsa təcili də edilə bilər? Hər ikisi ola bilər. Əgər xəstənin vəziyyəti qeyri-stabildirsə, məsələn, təzyiqi kəskin düşübsə, kəskin ürək çatışmazlığı əlamətləri varsa, şiddətli sinə ağrısı varsa və ya huşunu itirirsə, sinkop, o zaman təcili, həyati göstərişlə elektriksel kardioversiya edilməlidir. Vaxt itirmək olmaz. Bəs stabil xəstələrdə? Stabil xəstələrdə isə, əgər ritm nəzarəti strategiyası seçilibsə, planlı şəkildə hazırlıqlı edilir. Və burada çox kritik bir məqam var, laxta riski. Bəli, o laxta məsələsi, kardioversiya zamanı risk artır. Artıra bilir. Çünki ritm bərpa olunanda qulaqcıqlar yenidən normal yığılmağa başlayır və əgər orada əvvəldən formalaşmış bir laxta varsa, həmin yığılma onu yerindən tərpədib qan dövranına ata bilər. Buna görə də, əgər AF 48 saatdan çox davam edibsə və ya nə vaxt başladığı dəqiq bilinmirsə, çox vacib bir qayda var. Nədir o qayda? Kardioversiyadan ən az 3 həftə əvvəl və ən az 4 həftə sonra mütləq effektiv qan durulaşdırıcı, antikoagulyant müalicə aparılmalıdır. Bu, laxta əmələ gəlməsinin və emboliya riskinin qarşısını alır. Alternativ olaraq prosedurdan dərhal əvvəl yemək borusundan EXACO, qısa adı TE, edib qulaqcıqda laxta olmadığına əmin olmaq olar. Əgər laxta yoxdursa, o zaman uzun müddət gözləmədən kardioversiya edib, sonra yenə də antikoagulyasiyanı davam etdirmək olar. 48 saat həddi çox önəmlidir deməli. Və antikoagulyasiya mütləqdir, anlaşıldı. Xüsusi hallar olurmu AF idarə olunmasında? Bəli, məsələn, Wolff-Parkinson-White sindromu deyilən anadan gəlmə bir vəziyyət var. Bu sindromu olan insanlarda AF yaranarsa, bəzi adi hallarda sürəti azaltmaq üçün istifadə etdiyimiz dərmanlar, məsələn, verapamil, diltiazem, hətta beta-blokerlər, adenozin çox təhlükəli ola bilər. Çünki onlar ürək döyüntüsünü həddindən artıq sürətləndirə bilər. Belə hallarda təcili elektriksel kardioversiya adətən yeganə düzgün yoldur. Çox sağ olun, çox əhatəli oldu. Beləliklə, yekunlaşdırsaq, atrial fibrilyasiya olduqca tez rast gəlinən, amma diqqət tələb edən bir ritm pozğunluğudur. Xüsusilə yaratdığı insult riski çox ciddidir. Onun idarə olunması tamamilə fərdi yanaşma tələb edir. Sizin üçün ən doğru yolun seçilməsi OÇH2-DES2 və Haas-Bled skorları ilə risklərin dəqiq qiymətləndirilməsinə və buna əsasən ya ürək sürətinə, ya da ritmə nəzarət strategiyasının seçilməsinə bağlıdır. Tamamilə doğrudur. Və bir şeyi də əlavə etmək istərdim. AF-nin idarə olunması təkcə ritmi və ya sürəti tənzimləməkdən ibarət deyil. Eyni dərəcədə, bəlkə daha da vacib olan məsələ, AF-ə gətirib çıxaran və ya onu ağırlaşdıran altdakı səbəbləri, risk faktorlarını, yüksək təzyiqi, diabeti, artıq çəkini, yuxu apnesini, bunları da çox effektiv şəkildə idarə etməkdir. Çünki bu, təkcə AF üçün deyil, sizin ümumi ürək-damar sağlamlığınız üçün həyati əhəmiyyət kəsb edir.
Çox dəyərli bir əlavə oldu. Bəs bugünkü müzakirəmizi bitirərkən dinləyicilərimiz üçün bir düşüncə sualı, AF riskini artıran və mənbələrdə də toxunduğumuz həyat tərzi faktorlarını, məsələn, qidalanma, hərəkətlilik, zərərli vərdişlər kimi şeyləri nəzərə alsaq, uzunmüddətli perspektivdə öz riskinizi azaltmaq üçün siz bugündən etibarən hansı bir konkret dəyişiklik edə bilərsiniz? Bu barədə düşünməyə dəyər.